Salam dostlar, deməli bu gün mən çalışdım ki, gedim yenə də həmənki kimi eksperimentimə davam edeyim yemək məsələsində. Mən bu dəfə elə bil gedib şey eləmirəm ki, məsələn xadəmələr versin falan. Bu dəfə istəyirdim ki, kimsə mən alsın. İndi təsəvvür eləyin ki, indi Gənclik Moldayam. Bir xanıma yaxınlaşmışam və xanım mənə deyir ki, mən xanımdan xahiş eləyirəm, yəni dərdim deyirəm, xahiş eləyirəm. Xanım deyir ki, get kişilərdən istə. Maaş kartı məndə tutmuşam, get kişilərdən istə. Mən dedim, xanım, onun nə fərqi var mən kimdən istəyirəm? Kişidən istəyirəm, qadından istəyirəm, onun nə fərqi var? Nəsə söhbətimiz düşdü. Mən də buna qayıdıb deyirəm ki, şeydir də, görürəm çox kobud rəftar eləyir də xanım məndən. Mən də buna qayıdıb deyirəm ki, siz seksist insansınız da, belə başa düşürəm. Yəni nə fərqi var? Mən gedib, yəni qadından istəyirəm, yoxsa kişidən istəyirəm. Deyir, o nə sözdür işlədir, siz ay nə bilim nə? Deyirəm, xanım, nə dedim ki, siz o sözün mənasını bilirsiniz? Deyir, hə. Deyirəm, burada nə var ki, yəni burada qərbə içinə yoxdur, mən sizə qərbə nə dedim ki? Nəysə, başım ağrıtdı, dedim, gedişinə məşğul ol. İndi uzun sözün qısası, gedib oturmuşam, bir qədər sonra görürəm, nəzarətçi gəlib. Təsəvvür eləyin ki, şeydir, indi məni şikayət eləyib xanım. Nəsə söhbət eləyirik, deyir, səndən şikayət var. Deyirəm, qardaş, neynəmişəm ki? Yəni, nə iş görmüşəm? Mən sadəcə ondan xahiş eləmişəm ki, mənə yemək alsın da. Yəni, sadəcə o mənə kobudluq elədi deyənə bizim aramızda mübahisə düşdü. Və nəsə, o da ki, belə hisli baxır da, sən nə adəmsən, sən belə adəmsən. Deyirəm, qardaşım, mən onu heç nə eləməmişəm. Mən narahat olmuşam, mən onu şikayət eləməmişəm. Və maraqlısı da odur ki, o sənə şikayət edir mən. Nəysə, indi söhbət elədik, belə keçdi. Mənə qayıdıb deyir ki, bəs şeydir, nədir onun adı? Siz sosial eksperiment falan çəkirsiniz, baş xarab edirsiniz falan. Onu lenta alsaydım maraqlı olardı həqiqətən də, amma da lenta almamışıq da faktiki, sadəcə hekayəni danışırıq. Hə, qadın özü yoxa çıxmışdı həmən vaxtda. Qadın özü yoxa çıxmışdı. Çox maraqlıdır ki, yəni sən özün məndən şikayətlənmirsən, amma özün yəni ortalıqda yoxsan. Mühafizəçi, daha doğrusu nəzarətçi istəyirdi ki, elə bil bir-birimizlə danışdıraq. Mənim üçün də problem yox idi da, yəni danışıb həll eləyə bilərdik. Xanım ortalıqda yox idi. Yəni adama deyərlər ki, əgər sən məndən şikayət eləmisənsə, gəl axıra qədər dur da orada. Sən məndən şikayət eləmisən, amma sən orada yoxsan. Yəni sən orada olmayandan sonra, yəni sənin şikayətin nə anlamı qalır? Heç nə dostlar. Yəni uzun sözün qısası çox qəribədir. Yəni indi belə olduğu təqdirdə indi yaxşı. Məsələn, belə adamlar var da deyək ki, düzdürmü? İndi mənə deyin görüm, burada hər hansısa bir bərabərlikdən, feminizmdən söhbət gedə bilərmi? Yəni mən nə bilim, yəni çox maraqlıdır ki, mən əgər nəsə xahiş eləyirəmsə, mən ancaq gedib bəylərə deməliyəm bu xanımın psixologiyasına görə. Ona görə ki, mən bəyəm. Yəni ayrı vaxtda bəs feminizmdən danışırsınız, ayrı vaxtda bəs bərabərlikdən danışırsınız. Nə oldu? Bir dənə yemək almaq çox çətindir. Yəni çox qəribədir. Yəni təbii ki də hamıya şamil eləmirəm. Sadəcə yəni belə tip adamlar bəlkə də kişilərdən yanlışlıdırlar. Çox vaxt bərabərlikdən danışırlar. Yəni elə fikirləşirəm, bilmirəm xanımın psixologiyası nədir. Sadəcə yəni belədirsə hansı bərabərlikdən söhbət gedir? Biz bərabərikmi? Bərabəriksə niyə belə adamlar var? Yəni biri var ki, məsəl üçün deyəsən ki, ala bilmirəm falan. Bir də var ki, mənə kobud reaksiya verəsən, deyəsən ki, kişilərdən istəyir. Niyə? Başım çıxır. İndi belə deyək də, desəniz ki, dəxlisi nədir? Dəxlisi odur ki, bərabəriksə, düzdürmü? Biz artıq bu söhbətləri eləməli deyilik ki, məsələn, ay sən qadınsan, mən kişiyəm, tutardı. Düzdürmü? Belə söhbətlər eləməməlisin də. İndi bilirsiniz, dərə bir cürədir, sadəcə çox maraqlıdır. Yəni, mən feminizmin əleyhinə tam deyiləm, çünki feminizm sırf pis bir şeylər deyil, amma insanlar feminizmi necə istifadə edir? Necə istifadə edir qadınlar, modern qadınlar?
ələxüsusda inkişaf eləmiş ölkələrdə feminizmi kişilərə qarşı necə istifadə edilir? Yəni düşünmürəm ki, əlavə eləməyə ehtiyac var.